Vəkil həmkarlara bir məsləhətim var, xüsusilə də yeni vəkillik fəaliyyətlə məşğul olan gənc vəkillərə. Bildiyiniz kimi vətəndaşlarla müqavilə bağladıqdan sonra işin məhkəməyə gedib çıxması 1-2 ay uzana bilər. Məsələn, mediasiya prosesləri və sair səbəbdən bu uzanmalar ola bilər. Vətəndaşların bir çoxu elə bilir ki, vəkilə müraciət etdinsə, səhərsi gün artıq iş məhkəmədə olmalıdır. Vəkillərin etik davranış qaydalarına əsasən işin gedişatı və icrası ilə əlaqədar vəkil hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. Həqiqətən də bu çox sadə bir şey kimi görünsə də, olduqca böyük əhəmiyyət kəsb edir. Şəxsən mən adi ödəniş qəbzindən tutmuş etdiyim bütün hərəkətlərə dair vətəndaşı mütəmadi olaraq WhatsApp-da məlumatlandırıram. Vəkillərin bir qismi müqavilə bağlayır və 1-2 ay ərzində iş məhkəməyə getmir və həmin dövrdə də vətəndaş sanki özünü havada hiss edir. Vətəndaşı işin gedişatı ilə bağlı mütəmadi olaraq məlumatlandırmamaq olduqca təhlükəlidir. Çünki vətəndaş ya satıldığınızı düşünəcək, ya da işə laqeyd yanaşdığınızı. Üstəlik ödədiyi pulu da sizdən tələb edəcək. Həmçinin mütəmadi məlumatlandırmaq bu sizin özünüz üçün də yaxşıdır. Həm əlinizdə sübutunuz olacaq, həm də sənədlərə onlayn çatımlılıq imkanına malik olacaqsınız. Diqqətiniz üçün təşəkkür edirəm.